Gel. Bir dənə xahiş edirəm, bu sıra mənə baxsın. Zəhmət olsun, danışmayaq. Zəhmət olmasın. Hə? Yaxşı. Bir də sana çəkərsiz, salın dolu olduğunu görsənirsiniz. Buyurun. Sakin. Əyləşin. Belə hamınızı salamlayırım. Bilirsiniz ki, söz ustaları, şairlər həmişə Azərbaycanda biz onlara hörmətlə yanaşmışıq. Ta qədimdən Nizami, Füzuli, Vaqif, bizim yaxın zamanların şairləri, Xəlil Rıza, bu şairlərin sözləri həmişə xalqımızı ruhlandırmışdır. Suallarınızı da verə bilərsiniz onlara. Bugünkü günümüz çox gözəl olsun. Ona görə sizi aparıcı, demək Güllur Məmmədovan dəvət edirəm. Buna poeziya gecəsi deyirlər. Bizim poeziya gecəsi. Təbliğinə az vaxt ayırırıq, az vaxt sərf edirik. Bugün bura gəlməyimiz, bugün bizim burada iştirak etməyimizdir. Dəstək olan qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürümüzü bildiririk ki, İsmayıllı Yazarları Ədəbi İctimai Birliyinə Ədəbi və Əbədi Körpü layihəsinə dəstək olur. Bu körpü Azərbaycan və Özbəkistan şairlərinin şeirlərinin toplusundan ibarət bir kitabdır. Və burada həm Azərbaycan şairlərinin, həm də Özbəkistan şairlərinin şeirləri həm Azərbaycan dilində, həm Özbək dilində çap olunub və bunu ərsəyə gətirən isə Şahməmməd müəllim olub. Şahməmməd müəllimə təşəkkürümüzü bildiririk ki, o bizim tariximizi unutturmur və heç bir zaman şairlərimizi də Özbəkistanda unutturmağa qoymur. Şahməmməd müəllim Özbəkistanda tanınan bir şairimizdir. Yəni Şahməmməd müəllim İsmayıllıda demək olar hamı tanıyır. Azərbaycanımızda da çox adamlar tanıyır. Şahməmməd müəllim həyatını öz şeirlərinə həsr edib. Həmçinin o çox gözəl bir ictimai birliyi yaradıb. İsmayıllı Yazarları Ədəbi İctimai Birliyi. Bu ictimai birliyi yaratmaqla İsmayıllının şairlərinin, İsmayıllının ədəbiyyata marağı olan şəxslərin, təkcə şairlər demək, poema yazarlarının, yazıçılarının, kitab ərsəyə gətirənlərinin, yəni bunun hamısını sizlər üçün xırdalayıram, bunların belə tanıdılmasına dəstək olur. Və mən özüm də fəxr edirəm ki, mən İsmayıllı Yazarlar Ədəbi İctimai Birliyinin üzvüyəm. Və mən də öz kitablarımda hər zaman da vurğulayıram. Həmçində Yazıçılar Birliyinin üzvüyəm. Bu da böyük bir fəxrdir. Prezident təqaüdçüyəm. Bunun üçün də bir şadam. Çünki dövlətimiz hər zaman öz vətəndaşının yanındadır. Mən bunu deyə bilərəm. Çünki mənim yazdığım sahədə mən hər zaman dəstək almışam və buna görə də dövlətimizə, cənab prezidentimizə öz təşəkkürümü bildirirəm. İndi isə mən istəyirəm ki, artıq kitabın açılışını edək və sözü şairə verək. Qeyri-hökumət təşkilatları Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə İsmayıllı Yazarları Ədəbi Birliyinin hazırladığı biz Ədəbi Əbədi Körpü kitabının açılışını elan edirik və sözü istəyirəm şairə verək. Əvvəla, mən də öz növbəmdə sizin hər birinizi salamlayıram. Sizlərə baxanda özümün 18-20 yaşına çatdığımı hiss edirəm. Bu gəncliyimizi, bu enerjinizi gələcəyin gözəl təminatına xərcləməyinizi arzu edirəm. Siz bugün gəncsiniz, gözəlsiniz, bunun qədrini bilməlisiniz. Çünki zaman keçdikcə
Gözəllik də qalmır, gənclik də qalmır, amma mənalı yaşayanda, yaşadığın illərdə nəsə yaradıb, gələcək nəsilə ərməğan eləyəndə insan özünü güclü, dayanıqlı, arxalı, köməkli sayır. Mən erkən yaşlarımdan ədəbiyyata həvəs göstərmişəm. Qələm alan kimi yazıb şair olmamışam, söz yox. Zaman keçib, 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyi üzvüyəm. Və digər türk dilli xalqların ədəbiyyatına marağım olub. O maraq məni Özbəkistanda sevimli bir insan olmağa gətirib çıxarıbdı. Azərbaycanda çıxan 10 kitabın müəllifiyəmsə 50 ildə. Son 8 ildə Özbəkistanda Daşkənd şəhərində mənim 8 kitabım çıxıbdı. Bu kitablar məni orada kifayət qədər hörmətli edibdi. Mən orada ünlü bir müsabiqənin qalibi oldum və bu müsabiqənin qalibi olaraq mənə Turan Birliyi medalı verdilər. İstər öz xalqımız qarşısında, istər qardaş xalqların qarşısında sayırlar ki, yarıda qaldı. Bitir, hər şey bitir, hər şey tükənir. Amma dostluq tükənmir, sevgi tükənmir. Yəni, insanlara qarşı məhəbbət göstərmək lazımdır, sevgi göstərmək lazımdır. Əlbəttə, sevdikdə, qarşı tərəfdə qarşılıq göstərib səni sevir. Necə ki, bizim Azərbaycan, Özbəkistan ədəbi əlaqələri istər orada, istər burada kifayət qədər yüksək səviyyədədir. Məndən başqa, məndən daha bacarıqlı tərcüməçilər də, Özbəkistan sevərlər də Özbəkistan ədəbiyyatına diqqət göstərir, onların tanınmış şairlərini, ədiblərini tərcümə edir. Bunlar da bizim Azərbaycan ədəbiyyatı ilə Özbəkistan ədəbiyyatının qarşılıqlı əlaqəsinin bariz nümunəsidir. Respublikası qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə dərin təşəkkür bildirirəm ki, bizim bu istəyimizi reallaşdırdı, bizə maliyyə vəsaiti ayırdı və biz bugün sizin qarşınızda digər türk dilli xalqlarla, dünya xalqlarla əlaqələrin qurulmasında, Azərbaycanın tanıdılmasında, sevilməsində xidmətləriniz olacaq. Minnətdarım hər birinizə, dinlədiyinizə görə suallarınız olsa, yəqin ki, cavablandırmağa çalışacağım. Çox sağ olun. Bir ikisini bizim auditoriyamıza, bizim gençlerimiz için söyləyərdiniz. Bizler de sizi dinləyərdik. Üzrünüzü sayın, mən birincidə ayağa qalxmadım. Amma söz elə bir Əlahəzrət ki, onun qarşısında ayağa durmağa dəyir. Mənim şeirlərim mənim həyatımı göstərir. Mənim kimliyimi göstərir və o şeirlərdən yadımda qalanın birincisi ərməğan eləməyə borcluyam. Çünki şairin sözdən, şeirindən başqa nəyi var ki? Mən çıxışıma başlayanda həyatı sevin dedim, dostlarınızı, yaxınlarınızı sevin dedim. Çünki sevgisiz həyatın özü yoxdur. Və mənim həyat bizim olan, həyatımı göstərən, yəni tərcümə halım deyərdim bu şeirimə. Beşcə bənddir. Diqqətlə qulaq asacaqsınız, güman edirəm. Və kimin yaddaşı biraz güclüdür, yadına da saxlayacaq. Gözəllər içində səndən gözəlin.
desə görmüşəm, mən inanmaram. Oduna yanmağa çox meyliyəm. Hey kəsin dərdindən belə yanmaram. Ömrü payızında hərarətə bax, gül açmaq istəyir köhnə arzular, dünyanın ən xoşbəxt qadınlarıdır. Məni doğan ana, məni sevən yar. Mənim nə haqqım var, yorulam, doyam, hamını sevməyə məndə ürək var. Ən əziz, ən doğma adamlarımdır, eşqi, məhəbbəti təmiz olanlar. Həyatın mayası, tuzu sevgidir. Hazıram ölməyə sevmədiyim gün. Həyatda bir udum havam qalınca qul olacağım sevdalı ömrüm. Güneşten öğrenek necə sevməyi, ayırda saçlığı nurla sevgi var. Yaşasam, sevdiğim insanlarla ya. Ölsəm, dəfn edəyin, harda sevgi var. Harda sevgi varsa həyat oradadır. Sevinin, sevin, xüsusilə valideynlərinizin, sizdə zəhməti olan adamların daha çok sevin. Çünkü onlar əbədi deyil. Dinlediğiniz için sağ olun. Çox sağ olun, öz təşəkkürümüzü bildiririk, minnətdarıq. Mən bu gözəl məkana, bu gözəl şəraiti bizə yaratdığına görə kollec rəhbərliyinə, Akif müəllimə xüsusi təşəkkürümü bildirirəm. Çox sağ olsun ki, bizə sizlərlə bu əlaqəni yaratdı. Mən istərdim bir bənd deyim bir şeirdən. Özüm də bilmirəm heç necə oldu. Başlayıb bitirdim bu səyahəti. Bir onu duydum ki, hər addım başı nəvahi ruhudur yol göstərənim. Bu şeirimizin müəllifi, şairimiz İbrahim İlyaslı, o da buradadır. Mən istədim sizə qısa olaraq İbrahim bəy haqqında danışım. İbrahim müəllim Sumqayıt Poeziya Evinin rəhbəridir. Həmçinin Yazıçılar Birliyinin Poeziya şöbəsinin də rəhbəridir. Sözü istəyirəm şairimizə verim, öz şeirləri ilə bizi lütf etsin. Əziz tələbələr, hər birinizi Azərbaycan Yazıçılar Birliyi adına salamlayıram. Hoş gördük, belə fürsətlər hələm düş ki, tələbələrlə yazıçıların, şairlərin görüşləri. Bir zaman bayaq Akif müəllimin qeyd elədiyi için bu ənənə çox möhkəm idi. Son zamanlar biraz bu ənənə zəifliyibdir, amma nəsb hoş ki, bugün sizinlə bir aradayıq. Çox əlamətlər bir gündə görüşürük. Bugün deməli, Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin prezident seçildiyi günü qeyd edirik. 2-3 gündən sonra Azərbaycan Dövlət Müstəqilliyinin bərpası gününü qeyd edəcəyik. Layihə haqqında Bülür xanım sizə danışdı. Azərbaycan, Özbəkistan ədəbi əlaqələri. Bilirsiniz ki, yaxın günlərdə Qəbələdə Türk dilli dövlətlərin, Türk dövlətlərinin təşkilatının zirvə görüşü oldu. Bütün Türkiye Cumhuriyetlerinin Cumhurbaşkanı bir araya geldiler. Ve bunlar çok büyük bir hadisedirler. Bütün Türk devletlerinin bir araya gelmeyi, onların ədəbi əlaqələrinin yaranması. Eləcə də bu kitabda bir növ Cumhurbaşkanlarımızın necə siyasət sahəsində, iqtisadiyyat sahəsində və mədəniyyət sahəsində millətlərimizin bir araya gəlməyinin, yaxınlaşmasının sağlayırlarsa, bu da yazıçıların borcudur, mədəniyyət və ədəbiyyat sahəsində bu işləri görsünlər. Sabah mən Türkiye'ye gedirəm, bütün Türk ölkələrindən bizim yazıçılarımız içindən bir araya gəlirlər və ümumtürk əlifbası məsələsini müzakirə edəcəyik. Müəllim mənə dərs deyib, fizikadan dərs deyib.
Şair olarak edebiyat sahasında çalışmak benim talihime yazılıbdı. Siz deməli düşünün, her şahsı yarısınız bu şiiri eşitmiş. Çok bədii qiraətçi Xəzər Süleymanlı tanıyırlar. Şiir hakkında eşitmişsiniz. O şiiri söyleyeyim size. Benim kısmet olan zah celalım, necəsən, güzelim, ay göyçəyim, necəsən, daş kömrü dildir ötən, dilləri lalım, necəsən, axları bəxtəbərim, necəsən, zalim. Çok sağ olun, teşekkürler bildirirəm. Biraz sizə qısa olaraq Azərbaycan şairi 11 özbək dillərinin şeirləri də həmçinin tərcümə olunub özbək dilinə. Özbək dilinə şeirlərimizi çap edib, tərcümə edib daha doğrusu Şah Məmməd müəllim. Və həmçinin də bu bir də yaxşıdır ki, bizim Özbəkistan şairləri odur ki, bizim şairlərimiz Özbəkistanda tanınması. Məsələn, son zamanlar bizdə ədəbiyyatda, mən orada ədəbiyyata marağım gözəl Özbək dilindən tərcümə edir, Azərbaycan dilindən tərcümə edir. Mən burada şairimizin bir şeiri qabağıma çıxdı. Turanın ürəyi için səsləndirsin. Bu şiiri anlatayım. Abdullah Arifov Azerbaycan hakkında. Abdullah Arifov kullansam eğer dünyanı seçerdim, severdim Özbekistan'ı. Allah yarattığı her yer güzeldir, efendir, coşturan damarda kanı. Ana darda olsa oğul tab etmez, koruyar şerefle namus vicdanı. Atası babası merd olanların gün be gün ucalar şöhreti şanı. Dünyada hamının payına düşmez, hakkın bəxtiyarlar şehitlik anı. Hakkın bəxşişidir şehitlik anı. Sabaha el atar, kolu güçlüler, müdrikler yaradar sözle divanı. Mükemmel oldukça ilgar etibar, hiç vaxt esirgemez dost dosttan canı. Zamanı, saati Türkiye işleyir. Türk sesi tutar bütün cihanı. Karanlık gecenin zulmetlerinden dözüm, səbir kalıp, dözüm, səbir çekip çıkarar danı. Qarabağ savaşı bir sınav oldu. Yaxşı bax, dostları əziz tut, tanı. Nizami, Füzuli, Həsrət Nəvai göylərə qaldırdı yurdu, məkanı. Babəkin, Teymurun xələfləriyik. Kim bizə tapşırıb bu yurdu, tanı. Mehriler, dostlukla qovuşuruq biz. Öne çıkabilen kəni, dumanı. Elmimiz arttıkça tuturguca müqəddəs kitabı, dini, imanı, dostluk birbirine dostlar birbirine gel açaq kucak, toylarda dinleyek tarı, kamanı, bərk tutaq əl-ələ, dostlar, qardaşıq, dostluq, qardaşıq, gülür üzümüzə birlik zamanı, bağrıma basaram o özbəyi ki, sözsüz, əziz tutur Azərbaycanı. Sözün əvvəldə qaydıram, gəncinizi qoyur, gözlərin günahı.
əzizliyinizi qoya verir. Çox sağ olun, minnətdarım. Çox sağ olun, təşəkkürümü bildirirəm. Bu arada mən istərdim öz şeirimdən sizə 2 bənd deyim. Səhər tezdən oyanır bir ümidlə, çantasında arzular, xəyallar var. Bir fincan çay, bir dilim ümid, hər gün yeni başlanğıc, yeni bahar. Dərslər, imtahanlar, gecə səhərlər, qələmin ucunda taleyin səsi. Bəzən yorular, bəzən gülər, amma heç sönməz içimdəki həvəs. Dostlarla paylaşıqlar, bir gülüş, bir də kitab səhifələrindəki həyat, tələbə olmaq azadlıq kimi, biraz çətin, biraz da möcüzə, rahat. Bir gün bu yollar bitəcək bilir, amma xəritələr qalacaq daim. Çünki tələbəlik bir dəfə yaşanır, gəncliyin ən gözəl payı, ən şirin nağıl payı. Bu şeirimi tələbə vaxtına həsr etmişdim və bugün sizləri görəndə həmin şeirimi xatırladım. İstərdim ki, o tələbəlik dövründə yazılan şeiri sizinlə bölüşüm və bunu da bölüşdüm. Bilmirəm, necə bəyəndiniz, bəyənmədiniz, bu sizlikdir, amma hər zaman hər birinizin ədəbiyyata yaxın olmağınızı, içinizi ədəbiyyata qələminizi tökməyinizi arzu edərdim. Çünki insan müəyyən dövrdən sonra, gənclik dönəmində ədəbiyyata daha yaxın düşmür, müəyyən işlərlə başı qaçışır. Amma müəyyən yaş dönəmindən sonra insan özün ədəbiyyatda tapır. Bunu tam səmimi deyərdim və sizlərin hər birinizə də arzulayardım ki, boş zamanınızda kitab oxuyun, mütaliə edin. Bu bizim həm gələcəyimiz üçün, həm dünya görüşümüz üçün daha yaxşıdır, daha vacibdir. Çünki müəyyən dönəmdən sonra insanın yapışdığı bir şey bizim ədəbiyyatımızdır. Və hər zaman bu bizim nitqimizdə də, inkişaf etməmizdə də daha çox kömək edir. Biz danışarkən də ədəbiyyatın çox böyük əhəmiyyəti var. Biz öz nitqimizi sərbəst şəkildə ifadə etməyimiz üçün, daha yaxşı danışa bilməkdən ötürü və daha yaxşı qarşımızdakının bizi dinləməsindən ötürü mütləq şəkildə mütaliə etməliyik. Mütaliədən qaçmamalıyıq. Texniki sahədə bitirsək, humanitar sahədə bitirsək, hansı sahədə olmağımızdan asılı olmayaraq. Mən istəyərdim buradan auditoriyaya səslənək. Sizi maraqlandıran suallar varsa, biz sizi eşitməyə hazırıq. Həmçinin sizlərdən kimsə bir şeir demək istəyirsə, ən çox xoşuna gələn hansısa bir şairin şeirini demək istəyirsə, biz sizi dinləmək istərdik. Və yaxud da ki, biz bilmirik, bəlkə içinizdən kimlərsə öz hisslərini qələmə tökür, özünün yazdığı şeirlər varsa, ondan da bir bənd və yaxud da ki, başqa şeirin desə, biz sizi dinləməkdən həqiqətən zövq alarıq. Buyurun, Qəşəng xanım. Həsibə Sara, Q15 qrupunun tələbəsiyəm. İstəyirəm sizə özüm yazdığım Ulduzlar şeirini səsləndirim. Axşam olur, zülmət düşür, hava qaralır. O zaman göydə sarı işıqlar yanır. Bu işıqla oynayır çöldə uşaqlar. Bu işıqla dərdləşir axşam insanlar. Nə işıqdır görəsən, təmənnasızdır. Bil ki, bu möcüzə ulduzlardır. Ümidsiz qəlblərin yaralarıdır. Qaranlıq səmanın dayağıdır. Kaş əlimi uzatsam, çatsam onlara. Uçursa ulduzlar məni səmaya. Oradan baxın bu insanlara. Yaxşı insanlara, pis insanlara. Bəlkə bu ulduzlar bir məna verir. Hər gözə ulduzlar bir işıq verir. O işıqdan paylansın görməyənlərə. Acı çəkib zülmətə bölünənlərə. Ulduzlar körpələrin xəyallarıdır. Səsi gələn ananın laylalarıdır. Axşam tək qalan insanlarındır. Bu, çıraq ulduzlar, gözəl ulduzlar. Təşəkkürlər. Təşəkkür edirəm. Bizim üçün də şad oldu sizin özünüz yazdığınızı şeiri eşitmək. Həqiqətən uğurlar arzulayırıq qələminizdə. Qələminizin iti olmasını arzulayırıq. Burada bir dənə də bizim bəyimiz var. Sizi də Allah zəhmət olmasa.
Əvvəla, hər kəsi salamlayıram, bütün tələbə yoldaşlarımı. Mən istəyirdim sevgi haqqında öz yazdığım şeiri səsləndirəm. Bilirəm, sevgi haqqında yazmaq üçün hələ gənc yaşındayam, amma... Öyle vaxtındır. Mən G15 qrupunun İlkin Əliyevdir adım. G15 qrupunda oxuyuram. Şeirin adı Sənə Sevgimdir. Səni sevirəm, soruşmayacaq. Sevgimi içimdə çətin tuturam. Qəlbimdəki sevgim mənə yağışdır. Mən kiməm ki sevgimə çətin tuturam. Gözlərdə sevirəm məsələn hər gün. Gözlərinin dəryasında batıb gedirəm. Həmən deyirəm sirrimi açsın, sonra utanıb fikrimi atıb gedirəm. Çiçək tək yanağı gül kimi açıb, günəş tək paralayır, nur kimi saçıb. Hərdən yuxularımda özümdən qaçıb, səndə olan yuxuları dalıb gedirəm. Mən kiməm ki sevgimdən qaçıb gedirəm. Çox sağ olun, təşəkkür edirəm. Teşekkür ederim. Çok sağ olun. Sizin bu şeiri işledəndə mənim də belə bir şeirim vardı, istədim onu deyəm və şairimizin də sevgi haqqında bir şeiri var idi, onu da dinləmək istəyəcəyik. Şairə xahiş edirəm, o vaxtacan xatırlasın, mən şeirimi sizin üçün söyləyeyim. Səni sevmək səssiz bir dua kimi, gecənin ən dərin anında pıçıldanan. Heç kim eşitməz, amma Tanrı bilər, hər nəfəsində adım var, inan. Bağışlarında bir dünya gizlidir, o dünyada hər gün düşünürəm yenə. Bir gülüşünlə bahar oldu qəlbim, bir susmağınla qış gəlir içimə. Səni sevmək çətin, amma gözəl, göz yaşında gülümsəyir adın. Hər ayrılıqda biraz ittiham, amma hər dönüşdə tapıram səni. Teşekkürler. Mən deyərdim ki, gözəldir. Çünki deyəcəyim şeirin də adı gözəldir. Gözəldir. Bahar gülü çiçəyi, qış qarıyla gözəldir. Axtarmazlar göyçəyi yar yarıyla gözəldir. Sərin suyla bulaqlar, təbəssümlə dodaqlar, cavan, körpə budaqlar ilk barıyla gözəldir. Çaylar harayla, səma günəşlə, ayla, insan əhdlə, vəfayla, ilqar ilə gözəldir. Beləcə qalın, belə olun. Sevgiden danışmışken ben isterdim şairimiz İlyas müəllim də öz bir sevgi şeirinden bizim için söylesin, auditoriyamız için. Baştan ayağa sevgidir. Çünkü geldiğim mevzu motiv düştüyse isterdim ki bütün şairlerin, burada əyləşən şairlerimizin bu mevzuda olan şeirlerini sizlere söyleyək. Maşallah tələbələr sevgi şeirlərini elə gözəl söyləyirlər. Həmən çağlarımız yadımıza düşür. Hələ ilkin deyir ki, bəlkə mənim üçün tezdir. Tez zad deyil, elə mən də sənin kimi ondan da başlamışdım yazmağa sevgi şeirlərini. Və bu şeir də bir növ artıq bu yaşda o yaşa qayıdış şeiridir yenidən. Yeri gəlmişkən hər iki tələbəmizə uğurlar arzuluyorum gələcəkdə yaradıcılıqla məşğul olmaq istəsələr, üz çevirə bilərlər, bizə yazıcılar birliyinə də müraciət edə bilərlər, kömək edərik. O sevdalı çağlar yadımdadımı, bir mən igidiydim, bir də sən gözəl. Dünyada mənə tay dəli yox idi dünyada sənə tən gözəl. Və heç demirsəm, hardadır görən, ipək tellərinə nərgizlər hörən. Sən idin onlara yaraşıq verən, nə çiçək gözəldir, nə çəmən gözəl. Sevgi bir yol gələr adama haqdan,
Sənin divanənəm elə o vaxtdan, gözümə ağır gəlib yola baxmaqdan, ürəyə xal düşüb saça dən, gözəl. Mən ömür sürmədim, vaxtı uzatdım, elə sənsizliklə başımı qatdım. Göynəyə-göynəyə 50-yə çatdım, gülə-gülə öləm öldüysən, gözəl. Gör, mən nə saymışam, fələk nə sayıb, dönüb sənə baxmaq saylar ayıb, aradan 40 igid ömrü adlayıb. Mən həmən dəliyəm, sən həmən gözəl. Tədbirimizi yekunlaşdırmağa çalışırıq. Sizin yekun sözlərinizi alaq, daha sonra isə mən yekunlaşdırım tədbirimizi. Hər bir başlanğıcın bir sonu olur. Amma o tədbirlərin sonu olsun, görüşlərimizin sonu olmasın. Zaman uzansın, bizi də özü ilə aparsın. Xoşbəxtliyə, xoş sabahlara. Akif müəllimə, bizim sevimli qardaşımıza dərin minnətdarlığımı bildirirəm, təşəkkür bildirirəm ki, bizim xahişimizi dinlədi və bu gözəl tədbiri, bu gözəl günü bizə bəxş etdi. Biz sizin hərarətli alqışlarınızı duyduq, sizlərə olan istək və belə deyək, məhəbbətimiz artdı. Bir daha həyatda sizlərə uğurlar dilirəm. Yəni, məsləhət bilsəniz, qarşıdakı zamanda da yenə sizin ünvana üz tutarıq. Əgər sizi çox narahat eləmədiksə, bizim tədbiri bəyəndinizsə, zaman bizi peşman eləməzsə, yenə görüşünüzə gələrik. Siz bizi dinlərsiniz, biz də sizin gülüşlərinizlə, sizin təbəssümünüzdən ruhlanarıq, yeni şeirlərimizi yazarıq, yeni layihələrimizə imza atarıq. Bütün kollecin rəhbərliyinə, müəllim və tələbə heyətinə dərin təşəkkürümü bildirirəm. Bizim İsmail Yazarları İctimai Birliyinin hər bir üzvünün adından. Çünki siz üzümüzə açdığınız qapılar, xeyrə açılan qapılar oldu və gələcəkdə bu qapını açıb yerə də biz sizə can sağlığı, iş avantajı arz edirik və istəyirik ki, bizim İsmail Yazarlarını öz qapısında gəlib görəsiniz İsmail'i da. Məhəmməd Dağlaroğlu sizi qarşılamağa, sizinlə bərabər olmağa borcludur, bacardığı qədər. Təşəkkür edirəm, minnətdaram, var olun. Adam istəyir yenə nəsə desin, bir də var olun. Çox sağ olun. Hər birinizə təşəkkürümüzü bildiririk. Şahin təşəkkürümüzü bildiririk. Çox sağ olun. Bugün sizi dinləmək, sizləri dinləmək bizim üçün xoş oldu. Və yekunda mən qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürümü bildirirəm. İsmailli Yazarlar Ədəbi İctimai Birliyinə təşəkkürümü bildirirəm. Onlar ədəbi və əbədi körpü kitabını hazırladılar, layihəsini icra etdilər və sonda sizinlə sağollaşanda sağ ol şeirimizlə sağollaşmaq istəyirəm. Sağ ol, çünki səni tanımaq xoş idi. Həyat bir anlıq da olsa gözəl idi. Bəzən ayrılıqda, minnətdarlıq da, çünki iz qoyur, heç getmir, qalır içimizdə gizli. Sağ ol. Sağ olun, hər birinizə təşəkkürümüzü bildirirəm və mən Akif müəllimə xüsusi təşəkkürümü bildirirəm ki, bugün bizə bu şəraiti yaratdı, biz sizlərlə görüşdük, bütün tələbə heyətinə, müəllim heyətinə, həmçinin də bu gözəlliyi, bu səhmanı, bu səliqəni yaradan sizin rəhbəriniz Akif müəllimə təşəkkürümüzü bildiririk. Çox sağ olun Akif müəllimə sahibliyinə görə və sonda sözü Akif müəllimə bildirək. Çox sağ olun. Mən də tələbələrimiz adından, kollektivimiz adından sizə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun. Bir də uşaqlar, Şahməmməd müəllim öz axırıncı kitabını hədiyyə olaraq görürsünüz, çoxdur kitab.
hədiyyə olaraq bizə verir. Bizim kitabxanada olacaq bu kitablar. Kim istəyərsə kitabxanadan götürüb oxuya bilər. Mən bir daha Şahan müəllim sizə, Bilur xanım sizə, İbrahim müəllim sizə öz təşəkkürümü bildirəm kollektivimiz adından. Bizim qapımız həmçə sizin üzrə açıqdır. Allah qoysa yeni görüşlərə dəyik. Sağ olun, çox sağ olun. Sonra bir dənə kollektiv şəkil xahiş edəcəm. Əziz gənclərimiz, sizlərə də önə alaq və sizlərlə də bir xatirə şəkli bugünkü gecədən bizim üçün qalsın. Müəllim heyətini də xahiş edirəm, zəhmət olmasa. Sıranı ala bilərik. Bir iki tane stol vererek burada əyləşsinlər, əyləşsinlər. İndi uşaqlar, keçin arxa tərəfdən. Abi, bax belə, bax buradan başlayın, belə deyəm. Abi, buradan başlayın, belə deyəm. Keçin bura kimi deyəm.